Lənkəranda torpaq sürüşməsi olub. Hadisə rayonun Separadi kənd ərazisində baş verib. Təqribən 200 metr uzunluqda, 7 metr hündürlükdə torpaq qatı sürüşərək Ulumçaya tökülüb. Kənd sakinləri deyir ki, sürüşmə uzun müddətdir davam edir. Çaya sel gələndə su qalxır və ətrafa daşır. Nəticədə meyvə ağaclarına, həyətyanı sahələrə və təsərrüfata ciddi ziyan dəyir. Dəfələrlə su gəlir, daşır. Görürsən, evlərə qədər su gəlib qalxır. Meyvə ağaclarımız var idi. Feyxo ağaclarımızın yarısını aparıb. 7-8 ildə sürüşmələr aktivləşib. Deməli, burada meyvə ağacları vardı. Neçə dənə aparıb. Haradasa bir 150 metrədən çoxdur. Həm də evə yaxınlaşıb. Burada hin tikmişdim. Hin aparıb, ikinci hin tikmişəm. O cümlədən qəbirstanlıq yaxındır. Yəni sel gəlsə qəbirstanlığı da apara bilər. Lənkəran Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin mühəndis hidrotexniki Ayıq Əliyevin bildirdiyinə görə sözügedən ərazidə olublar və əraziyə baxış keçiriblər. Fəsadların daha geniş əraziyə yayılmaması üçün canlı qüvvə və texnika əraziyə səfərbər olunub. İlkin torpaq bəndvurma işlərinə başlanılıb. Yaxın gələcəkdə məsələ ilə əlaqədar digər aidiyyatı qurumlara da müraciət ediləcək. Onu da qeyd edək ki, Ulumçayın sağ və sol hissələrinə əvvəllər 500 metrə qədər bənd vurulub. Lakin daha sonra bu proses yarımçıq qalıb. Sakinlər deyir ki, əgər yerdə qalan hissəyə də müvafiq şəkildə bənd vurularsa təhlükənin qarşısını almaq olar. İlkin Rızayev, Rövşən Almazoğlu, Layiq Qələndərli, APA TV Lənkəran.